Deməli daha bir fake məlumatın yayılması ilə bağlı qeyd eləyək. Kiberdələduzluq cinayətləri törədən sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi barədə zərər çəkən kartın bitmə tarixini sivsələrinə köçürdükdən sonra Ağayev və Elşan Ağayev sərdaşlar kredit almaq məqsədilə iki şəxs sərfəli şərtlərinin rəsmi pulunu mənimsəyiblər. 24 yaşlı Cavidaşları kimi təqdim edən hər iki şəxs sərfəli məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları bir Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul küsələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat Neyse, mən çox uzatmaq istəmirəm. Bir daha gördüyünüz kimi fake məlumatların yaradılması və yayılması da hal-hazırda. Hal-hazırda bu saxta bir məlumatdır. Mən də qeyd etmişəm, cinayət izinin itirilməsi fake məlumatlar sizin TV kanal təsirinin dövlət hökumətin vahabiliklə məşğul homoseksual əməkdaşıdır. Bu yanlış, yalancı məlumatına ağız duran şəxslər isə Kənan Hacıyevin adı Mirqafar Seyidovdur. Deməli, hal-hazırda xüsusi xidmət orqanının Mirqafar Seyidov və Kənan Hacıyevin Daxili İşlər Nazirliyində oturan atası yalandan qondarma belə bir idarə yaratmışdılar ki, cinayətlərin digər qolları olan narkotik dövlət silah alveri izin etilsinlər və bununla paralel olaraq General-Mayor Əbülfət Rzayev bu şəxslərin cinayətləri barədə məlumatı olmasın deyə və Əbülfət Rzayevdən hələ də həqiqətlər gizlədilsin deyə və General-Mayor Əbülfət Rzayevin bu məsələyə mütəşəkkil cinayətçi mübarizə əməkdaşlarına heç bir belə deyək də məlumatı olmasın bu cinayətçi qruprovka barədə. Bu hal-hazırda TV kanalı, deməli hansı TV kanalıdır bizdə? Baxaq. ATV. ATV-yə təsir təzyiq göstərən bizim xüsusi xidmət orqanında oturan homoseksual Vahabidir. Özü homoseksualdır. Homoseksual olmağı barədə Fikrət, onun yalancı mühəndis qonşusu belə deyək də, hər şey mənə danışıb. Bunlar gördüyünüz kimi hal-hazırda da bizim bu homoseksual Əbdülvahab Tumundan əmələ gəlmiş Vahabi vəzifəsindən sui-istifadə edərək General-Mayor Rzayev cənablarının adına atılan şər böhtan, saxta sənəd, Mirqafar Seyidovun çirkin oyunlarının izinin itirilməsi ilə məşğuldur. Buna deyirlər, cinayət izinin itirilməsi. Bu cinayət izinin itirilməsi ilə məşğuldurlar. Əsas cinayətkarlar Kənan Hacıyevdir, onun rakdan əziyyət çəkən xəstə bacısıdır, hansı ki oturub şöbədə. Bu adamlar bu əsas cinayətlərinin, əsas şəxslərin cinayətlərinin hansı itirilməsi ilə məşğuldurlar. Və yalancı insanların üzərinə, vətəndaşların üzərinə cinayət ataraq və yalandan məlumat verirlər ki, bu cinayətlərə görə kimlərsə həbs olunub, amma əslində bu yalan bir məlumatdır. Və bu addımı atmaqla Kənan Hacıyevin Daxili İşlər Nazirliyində oturan atası, Daxili İşlər Nazirinin naziri, General Polkovnik Vilayət Evuzov müavini Mirqafar Seyidov bu təxribatçıların arxasında dayandığına görə əlbir olaraq belə cinayət izlərinin itirilməsi ilə məşğuldurlar. Əsl cinayətkarlar, məhz Kənan Hacıyev, baş əməlçisi İbrahim, onun müdafiə nazirinin atası Tural, kriminal avtoritet özünə hesab edən İlqara və digər şəxslər olduğuna görə və Mirqafar Seyidovun ailə üzvü də bu cinayətkar dəstənin əsas üzvlərindən olduğuna görə bu metodlarla, yalan məlumat yaymaqla, yalan məlumatlar irəli sürməklə hələ də öz çirkin oyunlarından əl çəkməyiblər. Bu adamlar hesab edirlər ki, öz cinayətlərini başqalarının üzərinə atmaqla çox düzgün yol gedirlər, amma əslində çox səhv yoldadılar. Mirqafar Seyidov Azərbaycan Daxili İşlər Naziri general adına layiq deyil. Çox şərəfsiz, ləyaqətsiz bir adamdır. Evindəkindən bixəbər adamdır. İslamofobiyadan əziyyət çəkən, özünü Seyid adlandıran axmağın tərbiyəsinin biridir. Və bu da həmən faktiki video görüntülər. Göründüyümüz kimi bu cinayətkar dəstə üzvləri, bir çoxları hüquq mühafizə orqan əməkdaşları olduqlarına görə rahat xəbər kanallarına da rahatlıqla müdaxilə edə bilirlər. ATV hal-hazırda böyük bir cinayət məsuliyyəti daşıyır və həmin cinayət məsuliyyətinə görə də cavab verəcəklər. ATV-yə tapşırıq verən şəxs kim olub? Alatava ərazisində yaşayan homoseksual şizofren Vahabi. Belə bir idarə ümumiyyətlə mövcud deyil. Yoxdur belə bir idarə. Bundan əvvəl də qondarma bir idarə yaradılmışdı. Həmin idarənin adı da ağır cinayətlər
İstintaq İdarəsi idi. Hansı ki, bundan əvvəlki videomda bunu paylaşmışam. Əslində o dəmir yollarının və metropolitenin binası olub. Yəni gördünüz ki, bu adamlar hər cür fitnə, fəsad, yalan məlumatlar idarə olunmağı ilə hərəkət eləyən bir dəstədirlər, bandadılar. Və inşallah tezliklə həbs olacaqlar. Mən ümid edirəm ki, Əbülfət Rzayev bu təxribatçılar barədə, mütəşəkkil cinayətkar barədə qətiyyətli tədbirlər görər və görməlidir. Çünki mənim ona ünvanladığım məktublar onun ailəsinə, cənab nazir general polkovnik Vilayət Eyvazovun ailəsinin üzvlərinə atılan şər böhtanlar hələ də davam etməkdədir.